Herkese salam. Deməli bugün yeni videoyla qarşınızdayıq. Deməli yeni videomuz nə olacaq, nə haqqda olacaq, onu sizə bildirəcəyik. Bugünkü videomuz, yəni elmas xərcləməkdir. Oyunda heç bir şey aidiyyəti yoxdur. Sadəcə 5000 elmas yarışı başladı. Harda başladı, necə başladı, videoda sizə ətraflı məlumat verəcəm. 5000 elmas yarışı olacaq. Belə deyim, kim istəsə qoşula bilər. Bizim Instagram hesabımıza gəlib, Instagram səhifəmizə daxil olaraq görünməz addan xətt 7 iştirak edib 5000 elmas əldə edə bilərsiniz. Yəni yarış indi bu dəqiqə çəkilişlə bir yerdə video çəkərək sizinlə bir yerdə başladacağıq. Yarışımıza start verəcəyik. Deməli yarışa kimlər qoşula bilər? Kimlər qoşula bilər? Kimlər ki bizim Instagram kanalımıza takip atıbdılarsa da, Instagram üzrə bizi izləyirlərsə də, onların hər biri burada yarışa qoşula bilər, yarışda iştirak edə bilər. Hər biriniz yəni gəlib yarışa qoşula bilərsiniz. Yəni sadəcə o Instagram takip atdınız, yarışa qoşuldunuz, vəssalam. Yəni ortada 5000 elmas sizdə, 5000 elmas. İndi bu yarış belə deyim, Azərbaycanda ən belə deyim böyük o elmaslar dağıdan, ən çox elmas dağıdan səhifələrdən biri bizim səhifəmizdə. Bilmirəm ikinci belə bir səhifə varmı, yoxdurmu? Yəni dəqiq olsun 100% deyəməm. Belə ən böyük elmas paylamaqlardır, yarışlar keçirməkdir, hər bir şey. Yəni biz sizin üçün təşkil edirik. Yəni şəffaf şəkildə hər biriniz görürsünüz, yəni necə keçiririk. Yəni ona görə hamınız gəlib qoşula bilərsiniz. Bu birinci, axırıncı yarış deyil, qeyd edim, nəzərinizə çatdırım. Bu yarışlardan bizdə həmişə olacaqdır. Yəni nə qədər ki çəkiliş edirik, YouTube kanalına çəkiliş edirik, bu yarışlar bizdə həmişə olacaqdır. Yəni nə edər ki YouTube-a davam edirik, bu yarışları sizin üçün biz təşkil edirik, keçiririk. Yəni belə deyim, bacardığımız qədər hər birinizə elmas qazandırmağa çalışırıq ki, siz də səhifənizi yığdırarsınız. Yəni belə mənim kimi belə bot paltarda qalmayasınız da. Sizin də cəmalı paltar. Mən niyə paltarımı dəyişmirəm? Mən niyə paltarımı dəyişim? Mən paltarımı niyə dəyişim? Yox, cəbim qoyaq, konusura. Elə paltardan çıxıb belə paltara girərsiniz. Ona görə biz yarışlar keçiririk sizə. Elmaslar qazandırıq ki, elmaslar qazanasınız. Yəni sizə də sərf eləsin yarışlar. Siz də əylənəsiniz, biz də əylənək. Yəni yarışlarımız qəşəng olsun. Bəli, səhifəmiz gördüyünüz kimi budur, gözəldir. Keçək yarışı paylaşmağa. 74-cü səviyyə yəqin ki bugün keçərik. İnşallah ki bugün keçərik. Bugün də keçəməsək sabah keçərik. Bir də Instagramda qeyd edim, storydə elmas paylamaqları olacaqdır. Yəni həqiqətən əyləncəli, çox əyləncəli olacaq. Ona görə ki Instagrama takip atsınız Instagram səhifəmizə. Plusdakı bildirimləri açıq qoysunuz ki, biz storydə paylaşan kimi orada məsələn bir üstə gəl, 1, 2 üstə gəl, 2 suallar verən kimi siz o sualları tez cavablandırıb bizdən hədiyyələr qazana bilərsiniz. Mən belə deyim, əgər Instagrama takip atıb bildirimləri açıq qoyursanız, yəni hər biriniz qazana bilərsiniz. Yəni bu çox sadə, çox asas bir şeydir. Yəni mən deyərdim ki, belə bir səhifə olsaydı, belə bir səhifə elmas paylayan, yəni camada elmas paylayan bir səhifə olsaydı, mən girərdim, takip atardım, bildirimləri açıq qoyardım, elmasların hamısını mən qazanardım. Əgər yəni belə şey olsun. Yoxdur, elə bir səhifə yoxdur, elə bir işlənən səhifə yoxdur. Yəni belə deyim, sizə tək odalar, bəziləriniz var aranızda. Belə deyim, odaya girib yəni qazanamır da, oda onluq deyil. Odada elmas qazanamır, amma harda qazana bilir? Məsələn, belə yarışlarda iştirak edir. Yəni biz çalışırıq ki, hər birinizə şərait yaradaq qazanmağınız üçün. Məsələn, bax bu yarışı məsələn kimsə YouTube kanalı var, Instagram kanalı var, yaxşı bilir kanal. Onlar üçün də sərf eləyər ki, yəni onlar da qəşəng bəyəni toplaya bilər. Məsələn, o şəkildə göndərsiniz dostunuza, ona, buna, hamıya da tanışınıza. Kimə gəlib göndərsiniz qruplara, WhatsApplardan zətdə linkini. Məsələn, bu mənim yorumumdur. Zəhmət olmasa gir bu yorumu bəyən. Yəni vaxtı da qəşəng qoyduq ki, özümüz rahat bəyəni toplaya bilərsiniz. Mesela mən orada bir günlük qoyum, bax, bu gün tam oldu, vəssalam. Yox axı, bir rahat bəyəni toplaya bilərsiniz. Ona görə sizin üçün yarış vaxtlarını da rahat qoyuram. Deməli, keçdik. Keçək paylaşım eləməyə, paylaşmağa. Deməli, bu olacaq. Paylaşaq, paylaşandan sonra ətraflı girim, oxuyum sizin üçün, siz də baxasınız. Nədir, nə deyil. Deməli, paylaşdıq. Bu nədir? Free Fire deyəsən şey reklamına başlayıbdı. Şampon zat satır.
Yox, bu 140 satır Free Fire. Bəsdir, nə qədər elə. Elmaslardan pul çıxardı, qurtarmaz. Buna da nə satırlar ama. Nəysə, sonra baxarıq biz görək Free Fire nəsə maraqlı şeylər satır. Bəli, budur 5000 elmas görənməz YT-dən yarışımıza start verildi, yarışımız başladıldı. Salam, yarışımız başladı. Ödül 5000. Ən çox kimin yorumuna bəyəni gəlsə, o bizdən 5000 elmas qazanacaq. Yarışa bizi Instagram üzərindən izləyən hər kəs qoşula bilər. Həftə hədiyyələrimiz. Deməli, hədiyyələrimizi qeyd edim, nəzərinizə çatdırım. Hədiyyələrimiz bir dənə aylıq, 5 dənə həftəlik, 2 dənə mini həftəlik. Bildiyiniz kimi üst-üstə gələrsiniz, özünüz hesaplayarsınız. Aylığımız 2600 elmas, həftəliyimiz 450 elmasdan, mini həftəliyimizdə 90 elmasdan. Deməli, bunlar gündəlik sizə ilk öncə elmaslarını verəcək. Daha sonra hər gün sizə 130 elmas verəcəkdir. Bunlar da təxmini opşi eləyir 5030 elmas. İndi 30 elmas ora yazmanın yeri yoxdur. 30 elmas heç nədir, yəni heç elmas sayılmır. 5000 elmas da belə nəzərimizdə 5000 elmas tutub 5000 ümumi elmas olacaqdı yarışımızda. 5000 ümumi elmas veriləcək. Deməli, yarışımız başlayır 11 mart 2025-ci ildə. Yarışımız qurtaracaq 11 aprel 2025-ci ildə. Deməli, yəni bunlar da ətraflı aşağını siz özünüz oxuyarsınız. Digər sosial medialardan bizi izləməyi unutmayın. Çalışın YouTube kanalımız görünməz YT, TikTokumuz FF görünməzdir, Instagramımız da görünməz altdan xətt YT. Yəni çalışın bizi oradan izləyin, bizə dəstək olun. Yəni siz bizə dəstək olun, biz də bacardığımız qədər sizə dəstək oluruq. Nədir? Güc birlikdədir. Mən yaxamı çəkim o yüzden ki, belədir, siz yaxanızı çəkin, belədir. Yox, gözümüzü bir yerə qoysaq, birləşdirsək, bizim bundan da artıq. Görürsünüz, belə deyim sizə, mən nə demişdim? Demişdim, səhifəmiz böyüdükcə, yəni hər bir şey olduqca, yarışlarımız da böyüyəcək, lap qəşəng olacaqdır, lap maraqlı olacaqdır. Yəni mən nə deyirəm, siz nə qədər ki dəstəksiniz, bir o qədər də mən o qədər dəstəyim. Yəni sizdən mən nə qədər xoş yorumlar görürəm, xoş mesajlar görürəm, dəstəyinizi görürəm. Məsələn, abunələrimizin sayı günü-gündən artır, bəyənilər günü-gündən artır. Əvvəl nətər idi? Əvvəl video baxırdınız, amma bəyənmirdiniz. İndi yavaş-yavaş bəyəni butonunun yerini bilirsiniz. Bəyəni butonu harada yerləşir? Hamımıza aidiyyəti yoxdur. Bəzi bəyənməyənlər var. Ola. Yavaş-yavaş bəyəni butonu harada yerləşir, bilirsiniz. Oranı bassınız, bəyənirsiniz. Orada qırmızı ürək yananda bilirsiniz ki, bəyənmədir. Bəziləriniz bəyənmə butonunun yerini tapıbdır. Bəli, beləcə. Mən də görürəm, belə bəyənlərimiz artır, abunələrimiz artır. Mən də qərara gəldim ki, mən də sizin üçün lap böyük bir yarışlar, lap qəşəng bir yarışlar keçirdim. 5000'i bu da bıraxdıq, 5000 elmas yarışı bu da olacaqdı. İndi bu qutardı. 5000 Instagram'a, TikTok'a keçirik. Sonra təzədən yenə YouTube'da bir yarış olacaqdı. Sonra təzədən yenə Instagram. Yəni bütün platformalarımızda yarışlar keçiriləcəkdir. Yəni böyük yarışlar. İndi fikrimiz var, bu 5000'den sonra 10.000 elmasa keçək. 10.000 elmasdan sonra əsl səhifəmiz böyüyəndən sonra, istədiyimiz kimi olandan sonra bu belə deyim bizim üçün heç nədir. Lap biz istəsək sizin üçün 100.000 elmas yarışı da keçirdə bilərik. Ya da 10 nəfərə 10.000 elmas yarışı keçirdə bilərik. Yəni belə də eləyə bilərik. 20 nəfərə 5000 elmas yarışı keçirdə bilərik, ya 100 nəfərə 1000 elmas yarışı keçirdə bilərik. Yəni onlar bəyənizad olmayacaqdır. Onlar bambaşqa bir yarışlar olacaqdır. Yarışların belə deyim silahlarını biz fikirləşmişik, özümüzdə yəni çıxartmışıq da belə deyim dərc eləmişik də özümüzdə belə çıxartmışıq ki, biz nə yarışlar keçirdik, hansı yarışlar qəşəngdir. Həm izləyicilər üçün, həm bizim üçün hansı yarışlar yaxşıdır. Onlar biz yarışlarımızı bilirik. Yəni olacaq bütün yarışlarımızda belə deyim elmaslıdır da, belə mən sadəcə deyim ki, sadəcə mən şeylə bəziləri var. Yarış keçirdilər. Kim birinci yerə çıxsa onun görə profilini bəyənəcəm. O niyə lazımdır? Ya onun girib YouTube kanalında yorumla yazı yazacağım. Elə şeylər lazımsızdır. Yəni keçirsinizsə də belə qəşəng elmaslı yarışlar keçirdim. Və izləyiciləriniz də qazansın da 5000 elmasdır, 10.000 elmasdır, 1000 elmasdır. Yəni nə oldu keçirdim bu qazansınlar. Gəlin götürün 5000 elması götürün aparın gedin. Oldu, sağ olun, var olun.